İkinci qrup, ikinci şans blok imtahanı suallarının izahına birlikdə baxırıq. İlk 27-sinə baxacağım, situasiyaya baxmıram hələ ki. Deyir ki, cəminin 6-ya bölünməsindən alınan qalığı tapın. 1 faktorial 1, 2, 1-ə bərabərdir. 2 faktorial 2-yə bərabərdir. 3 faktorial isə artıq 6-ya bərabərdir. Qalan ifadələrin hər birində 1, 2, 3 faktorial var. Yəni 6 mövcuddur. Yəni bunların hamısı bu cəmdə olan bütün ifadələrin hər biri deməli 6-ya qalıqsız bölünür. Yəni bunlar tam bölünür 6-ya. Sadəcə qalıq deməli bu ikisi qalacaq. 1 ilə 2-nin cəminin, yəni 3C variantı edəcək. Baxırıq bərabərsizliyə. Bərabərsizlikdə tərəf-tərəfə, yəni vurma yoxdur, dəyişən olan hissələri. Deməli digər tərəfə keçirib tərəf-tərəfə çıxmaq lazımdır. Deməli digər tərəfə keçirsək, eyni məxrəcdə 2x plus 1 qalsa, sürətə 4x kvadratı üzərinə gəlinsin 2x, çıxılsın 14x, çıxılsın 7, üzərinə gəlinsin 16 qalacaq. Bu da eləyəcək 4x kvadratı çıxılsın 12x, üzərinə gəlinsin 9, bölünsün 2x plus 1. Deməli, bu da kiçik bərabərdir 0-dan. Sürətdəki ifadə 2x çıxılsın 3-ün kvadratını verir bizə. Məxrəcdə isə 2x plus 1-dir, mənfi. Deməli, sürətdəki ifadə 1, 2 həmişə 0-dan böyük bərabərdir. Lakin 0-a bərabərlik halını götürməliyik. Yəni 2x çıxaq 3-ü 0-a bərabər eləyib 1,5 qiymətini götürməliyik. Deməli, 2x plus 1 kiçik olmalıdır 0-dan. Məxrəcsiz olduğuna görə 0 qiymətini ala bilməz. Deməli, x mənfi 0,5-dən kiçikdir. Deməli, doğru cavabımız hansıdır? Deməli, mənfi sonsuzluqdan mənfi 2-də 1-ə, bir də 3, deməli 3 bölünsün 2-ni götürürük. Yəni, B variantı olacaq. Baxaq növbətisinə. Deyir, kompleks ədədlərinin hasilini tapın. Yəni, 1 çıxılsın 5 i-ni vururuq 2 üzərinə gəlsin 3-yə. Biz bilirik ki, i kvadratı bərabərdir mənfi 1-ə. Deməli, 2 üzərinə gəlsin 3i çıxılsın 10i. Çıxaq 15i kvadratı, yəni üstə gəlsin 15. Bu da eləyəcək. Deməli, 17 çıxılsın 7i. Yəni, D variantı. Keçək 4-ə. Deməli, loqaritma 2x çıxılsın 1 əsasdan 8 bərabərdir. Bu ifadə loqaritma 3 əsasdan bizə 2-ni verəcək. Deməli, davam edək. Deməli, loqaritma 3 əsasdan 2-ni verəcək. Yaza bilərik ki, 2x çıxılsın 1 əsasdan, loqaritma 3 əsasdan 2 bərabərdir 2 üstü 3-ə. Burada bilirik ki, yer dəyişmə xassəmiz var. Yəni, yerlərini dəyişə bilərik. 2 üstü loqaritma 3 əsasdan 2x çıxılsın 1 bərabərdir 2 üstü 3-ə. Burada göründüyü kimi əsaslar eynidir. Deməli, qüvvətlərdə bir-birinə bərabər olmalıdır. Yəni, loqaritma 3 əsasdan 2x çıxılsın 1 olmalıdır 3. Buradan 2x çıxılsın 1-i 27 tapırıq. 2x 28 və ikisi buradan 14 tapırıq. Yəni, doğru cavab C variantıdır. Perimetri 12 olan rombun diaqonallarının kvadratları cəmi tapın. Rombun perimetri 4A 12-dir, A 3-dür. Diaqonallarının kvadratları cəmi bərabərdir 4A kvadratına, yəni 36-ya. C variantı. Deyir ki, deməli, ABCD nöqtələri yazıldığı ardıcıllıqla qeyd olunub. Yəni, ABCD. AD-ni 81 verib, CD-ni 36 verib, AB-ni 39 verib, B-si x istəyir. Deməli, 39-un 36-nın cəmi 75, üzərinə gəlsin x 81-dir. Buradan da x 6-dır, yəni Y variantı. Radiusu 4 cm olan kürənin daxilinə bərabər tərəfli silindir çəkilib. Kürənin səthinin sahəsi silindirin tam səthinin sahəsinə nə qədər böyükdür? Radius 4-dür. Kürənin də deməli səthinin sahəsi 4 pi r kvadratıdır, yəni 64 pi-dir. İndi bizə də deyir ki, bir də bərabər tərəfli silindir var, yəni ox kəsiyi kvadratdır. Deməli, bunun diaqonalı bərabərdir 8-ə. Deməli, digərinin, yəni silindirin 2 də olacaq. Həm diaqonal, həm hündürlük 4 kök altda 2. Deməli, buradan da deməli, radiusu nə olacaq? 2 kök altda 2 olacaq. Deməli,
2 dənə S oturacağı var. Yəni 2 vurulsun S oturacaq. O da eləyəcək 8 pi vurulsun 2, 16 pi. Deməli, S yanı da tapaq. S tam tapmaq üçün toplamaq lazımdır. S yan 2 pi RH ilə hesablanırdı. 2 pi vurulsun 2 kök altda 2 vurulsun 4 kök altda 2. Bu da eləyəcək 32 pi. S tam da bunların cəmidir. Yəni S tam da olacaq 48 pi. Deməli, biri oldu 48 pi. Deməli, biri də 64 pi idi. Fərqləri də eləyəcək 16 pi. Yəni Y variantı. Baxaq 8-ə. Deyir ki, belə olarsa AN -27 olan həddinin nömrəsini tapın. İlk öncə D-ni tapaq. Silsə fərqi A7 çıxılsın A1 bölünsün 6-dır. Yəni -9 çıxılsın 3 bölünsün 6. Bu da eləyəcək -2. İndi AN bərabərdir. A1 üzərinə gəlsin. N çıxaq 1 vurulsun D-yə. AN nədir? -27 bərabərdir. A1 3 üzərinə gəlsin. N çıxaq 1 vurulsun. D-mizdə -2 idi. Deməli, -3 çıxılsın 2n plus 2 bərabərdir -27-yə. Deməli, buradan da tapaq. Deməli, buradan da n-i biz tapırıq 16. Yəni, doğru cavab D variantıdır. Baxaq 9-a. Yan tillərin uzunluqları budur. Piramidanın həcmi. Bunların hasilini bölürük 6-ya. Bu kök altda 6, kök altda 6. Bunlar getdi. Cavab 3 qalacaq. Baxaq 10-cu suala. Fərqi hesablamalıyıq. Burada 4 ilə 1-in yerini dəyişib qabağa müsbət ata bilərik. Yəni, yerlərini dəyişəndə işarə dəyişirdi. Və bu zaman belə bir ifadə alacaq. İntegral 4-dən 1-ə x kvadratında mötərizə xaricini çıxarsaq, sinus kvadratı 4x üzərinə gəlsin. Kosinus kvadratı 4x dx. Bu da 1, 2, 1'dir. Məlumdur ki, son olaraq qalacaq x kub bölünsün 3. Sərhədlər də 4-dən 1-ədir. Bu da eləyəcək 1 bölünsün 3 vurulsun 64 çıxaq 1. Bu da eləyəcək 21. Yəni A variantı. Deməli, buna baxaq. Deyir, tənlinin kökləri budur. N plus P 2-dir. K-nı tapın. Birincisinə baxsaq, baxın, bu vuruğa. Yəni, bunu 0-a bərabərləşdirirəm. 0-dırsa, deməli, hər ikisi 0-dır. Deməli, 0 ola bilər daha doğrusu. Buradan kökləri cəm -m-dir, hasil n-dir. Digərində isə -p və q-dür. Kökləri cəmdə, indi mənfini çıxarsaq, n plus p. Bu da eləyəcək -2. Deməli, kökləri cəm -2-dir. 1, 2, 3, 6 üzərinə gəlsin. K -2-dir. Buradan da K-nı biz -8 tapırıq. Yəni A variantıdır. O nöqtəsinin radiusu 4 cm olan çevrəyə AB toxunanı çəkilib və çevrənin o mərkəzindən keçən AC kəsəni çəkilib. A 30 dərəcədə AC parçasının uzunluğunu tapın. Deməli, bura 90-dır, bura 4-dür. 30-un qarşısı 4-sə AO 8-dir. Və göründüyü kimi həm OC radiusdur, OC də radius olduğuna görə burada 4. AC ümumi də olacaq 12. Burada 12 də variantlarda səhv düşüb. Y. Deməli, ifadəni sadələşdirməliyik. Cüt olduğuna görə burada modulda çıxacaq. Üzərinə gəlsin 3 saat çıxılsın 4. Burada ifadənin qiyməti müsbət böyük bərabər 0 olmalıdır. Deməli, A kiçik bərabər A kiçik bərabərdir 0,5-dən. A 0,5-dən kiçikdirsə, buradan da 1 çıxılsın 2. Deməli, burada yer dəyişib çıxacaq. 1 çıxılsın A üzərinə gələk 3 saat çıxaq 4 üzərinə gələk 1 çıxaq 2A. A'lar getdi. Qaldı 2 çıxılsın 4 -2 C variantı. Sadə vuruqların sayı 12-dirsə, emin ola biləcək qiymətlərin cəmini tapın. A bərabərdir 2 üstü 2 üstü 2n, 2 üstü 4n vurulsun 3 üstü 2m. Deməli, 4n-dən 2m-in cəmi 12-dir. Buradan tapırıq ki, 2n-dən m-in cəmi 12-dir. Deməli, 2n-dən m-in cəmini 12 tapdıq. Burada n-ə qiymətlər verək. N-in bir qiymətində m 12 deyil, üzr istəyirəm, 6-dır. Çünki 2-yə böldük axı.
n1 qiymətində m4 olacaq, n-in 2 qiymətində isə m2 olacaq. Artıq n-ə 3 versək m0 ola bilməz. Çünki naturaldılar. Baxın, 4 ilə 2-nin cəmi də eləyəcək 6. M-in ola biləcək qiymətlərin cəmini istəyirdi. Belə bir suala baxaq. Kosinus x mənfi kök altı 3 bölünsün 2-dir. Tənliyi həll eləməliyik. Deməli, x bərabərdir mənfi müsbət. Pi çıxılsın, pi bölünsün 6, 30 dərəcədə. Deməli, kökdə 3 bölü 2 alırdı. Üzərinə gəlsin dövrü də yazsaq 2 pi k. Buradan alırıq ki, müsbət mənfi müsbət 5 pi bölünsün 6, üzərinə gəlsin 2 pi k. Təbii ki, k da z-ə daxil olmalıdır. D variantıdır. Keçək 16-cı suala. Deməli, burada bir-bir yoxlamalıyıq. F mənfi 3-ü tapaq ilk öncə. Eləyəcək 9 bölünsün 2. Çıxılsın 9 bölünsün 2. Üzərinə gələk 11 tam üstə 2. Bu eləyəcək, bunlar gedəcək, eləyəcək 11 tam üstə 2. F mənfi 1-i hesablasaq, eləyəcək 6-da 1. Çıxılsın 6-da 3. Yəni 2-də 1 eləyir, 6-da 3 kimi eyni məxrəcə salmaq üçün yazıram. 11 tam 6-da 4 yazım bunda. Bu da eləyəcək 11 tam 3-də 1. Sonra deməli, bunun törəməsini f törəmə x hesablamalıyıq. Bu da eləyəcək mənfi 2-də 1. Deməli, x kvadratı çıxaq x bərabər 0. Buradan x-in 0, bir də mənfi 2-də 1x çıxaq 1-in 0. Yəni, x-in mənfi 2 qiymətlərini tapırıq. İndi 1, f0-dan f mənfi 2-ni də yoxlayaq. f0-ı yoxlasaq, 0 qoysaq, bunlar gedəcək 11 tam 3-də 2 eləyəcək. F mənfi 2 eləyəcək, deməli, 4 bölünsün 3. Çıxılsın 2, üzərinə gələk 11 tam 3-də 2. Eləyəcək 11. Ən kiçik qiymət deyirdi. Bunların içərisində ən kiçik qiymət 11 oldu. Baxaq digərinə. Deməli, funksiyalar verilib. Bunların fərqini tapıb limitə salmalıyıq. Deməli, fərqlərini tapaq ilk öncə. Deməli, limit x yaxınlaşır sonsuzluğa. Kx plus b çıxılsın. X kvadrat çıxaq 9 bölünsün x bərabərdir. Kx kvadratı x plus bx çıxaq x kvadratı çıxaq 9 bölək x. Bunu biraz sadələşdirək. X kvadrat vurulsun, k çıxaq 1, üzərinə gələk bx çıxaq 9 bölünsün x şəklində yazaq. İndi burada əgər yuxarının dərəcəsi aşağıdan böyükdürsə, x kvadratın deməli əmsalı 0 olmalıdır. Yəni, k çıxaq 1 olmalıdır 0. Buradan k-nı 1 tapırıq. Bu zaman qalacaqdır. Limit x yaxınlaşır sonsuzluğa. Bx çıxaq 9 bölək x. Bu da 1, 2, b bölünsün 1-ə bərabərdir. Bu da 6-ya. Deməli, b 6-dır. Tapdıq ki, k da 1-dir. Bizdən bunların cəmini istəyirdi. Bu da eləyəcək 7. Buna baxaq. Deməli, burada məxrəcdə mn-dir. Sürətdə isə m plus n-dir. Bunların da hər ikisini verib. Yəni, 16 bölünsün 4-dən 4 tapırıq. Keçək 19-cu suala. Deməli, A ədədi budur. B ədədinin 40%-dir. M-in hasilini tapmalıyıq. Deməli, 3m çıxılsın 5 bölünsün n bərabərdir. 0,4 vurulsun. 5m plus 10 bölək n. 3m çıxaq 5 bölək n bərabərdir 2m. Üzərinə gələk 4 bölək n. Buradan m bərabər 9 bölək n-ə. Yəni, m-in bərabərdir 9-a. Bizdən də m-in hasilini istəyirdi. A variantı. 20-yə baxaq. AB-ni bizə verib 16. BY-ni verib 7. CD-ni verib 9. CD AB-yə paraleldir. Və digərdə YD də AC-yə paraleldir. C-yə x. Deməli, paralellikdən istifadə edək. Yəni, bura bir alfa desək, burada olacaq alfa. Eynən buranın uzantısını çəkək. Bura beta desək, eynən burada olacaq beta. Sonra bura bir gamma desək, burada olacaq gamma. Buradan oxşarlıq tapırıq. Yəni, x plus 7-nin x-ə nisbəti
bərabərdir 16-nın 9-a nisbətinə. 9x plus 63 16x-dir. 7x 63-dür. X yəni C-yə 9-dur. Yəni doğru cavab C. Keçək 21-ə. Deməli, C 90 dərəcədir. AD 10, DB 10, AY 12, bura 4. 20, 16, Pifagordan bura 12-dir. Bizə deyir ki, DY-nin uzunluğunu tapın. Yəni, bura X-dir. Düzdürmü? Burada DC-ni birləşdirsək, bura orta xətt median olacaq. Yəni, hipotenuzun 20-nin yarısıdır, 10-dur bura. Sonra DC dedik, orta nöqtədir həm də. Buradan bir dənə hündürlük çəksək, bunu həm yarıya böləcək. Deməli 16-dır bura, deməli olacaq 8, burada həmçinin 4, deməli burada 6 çıxır. Sonra baxın, x-i tapmaq üçün da kiçik bir üçbucağımız var. İşarə eləyək. Baxın, bu üçbucaqda biz Pifagor tətbiq eləməliyik. Burada bir m deyək. DMY üçbucağında 6-nın kvadratı plus 4-ün kvadratı x-in kvadratıdır. Yəni x bərabərdir. Buradan deməli 36-nın 16-nın cəmi neçə eləyəcək? 52. Yəni x bərabər 2 kök altda 13-ə. Yəni doğru cavabımız A variantıdır. 22-yə baxaq. Bərabər tərəfli üçbucağın sahəsi nə idi? A kvadrat kökdə 3 bölək 4. Bunun bizə kökdə 3 bölək 2 verib. Yəni buradan kökdə 3-lər gedəcək. 2a kvadratı 4, a kvadratı 2-dir. Tərəf də müsbət olduğuna görə yalnız A-nın kökdə 2 qiymətini təbii ki, götürə bilərik. Deməli, D variantıdır. Keçək 23-ə. M-in hansı qiymətinə bərabərliyi eynilikdir? Yazaq, kosinus 4 alfa üzərinə gəlsin 4-də 1. Bu 1-2 sinus kvadratı 2 alfadır. Yəni, o birisi dövrdür. Kvadrat olduğuna görə işarəyə də baxmırıq. Kosinus M çıxılsın 1 alfa. Deməli, buradan kosinus üstü 4 alfa üzərinə gəlsin 4-də 1. Bunu atsaq, sinus 2 alfanın açılışından 4 sinus kvadratı alfa, kosinus kvadratı alfa. Bərabərdir kosinus m çıxaq 1, kosinus da m çıxaq 1 alfa. Deməli, bunlar getdi 1. Kosinus kvadratı alfanın mötərizə xaricinə çıxarsaq, kosinus kvadratı alfa üzərinə gəlsin sinus kvadratı alfa bərabərdir kosinus üstü m çıxaq 1 alfa. Bu cəm bizə 1 verir. Yəni, kosinus kvadratı alfa bərabərdir kosinus üstü m çıxaq 1 alfa. Deməli, burada qüvvətlər eyni olmalıdır. Yəni, burada 2 m çıxaq 1-ə bərabər olmalıdır. M çıxaq 1 2-dirsə, deməli, m 3-dür. Yəni, cavabımız 3-dür. Keçək 24-ə. Bizə deyir ki, fx azalan funksiyadır. F15 7-də F20-nin ala biləcəyi ən böyük tam qiymət tapın. Azalan funksiyada nə demişdik ki, hansı funksiyanın arqumenti böyükdürsə, funksiyanın qiyməti daha kiçikdir. Yəni, bu deməkdir ki, F20 F15-dən daha kiçik olacaq. Yəni, F20 7-dən kiçik olacaq. Yəni, maksimum ala biləcəyi qiymət olacaq. Yəni, ən böyük qiymət ƏBG-si 6 olacaq. Keçək 25-ci suala. Müstəvi xaricindəki nöqtədən bu müstəviyə onunla 30 dərəcəli, 45 dərəcəli bucaq əmələ gətirən iki mail çəkilib. Gəlin çəkək bunu ilk öncə. Bu formadadır. Deməli, dedi ki, 30 və 45, 90. Deməli, bu maillərin oturacaqlar arasındakı məsafənin ƏKG-si 8 kökdə 3 çıxaq 8 isə böyük maili tapmalıyıq. Deməli, bura 45-dirsə, burada 45-dir. Deməli, bura A-dırsa, bura A-dır. Burada nədir? A kökdə 2-dir. Kiçidir. Burada olacaq A kökdə 2. Deməli, həmçinin burada olacaq 2A və bura ümumilikdə olacaq A kökdə 3. Burada X deyirik. Bizdən bu X istəyir. X bərabərdir. Yəni, oturacaqları böyük mailin uzunluğunu istəyir. Daha oturacaqlar arasındakı məsafədə o hissə. X bərabərdir. A kökdə 3 çıxılsın A-ya. A-nı çıxarsaq kökdə 3 çıxılsın 1. Bizə də bunu verib 8 kökdə 3 çıxaq 8. Yəni 8 kökdə 3 çıxılsın 8. Buradan da biz A-nı 8 tapırıq. Bizdən də böyük mail deyirdi. Yəni baxın bu hissəni istəyirdi. 2A-nın
da bizə 16-nı verəcək. Yəni doğru cavabımız olacaq 16. Keçək son 2 suala. Baxaq, deməli bu suala dairənin sahəsini hesablamalıyıq. X kvadratı üzərinə görə y kvadrat çıxaq 3y üzərinə gəlsin 2 tam %25 çıxılsın 2 tam %25 sıfırdır. Bu isə bizə tam kvadratdır. Yəni x kvadratı üzərinə gəlsin y çıxaq 1 tam onda 5'in kvadratı 2 tam %25'dir. Bura radiusun kvadratıdır. Radiusun kvadratı 2 tam %25'dir. Buradan radiusu 1 tam onda 5 tapırıq. Bizdən sahəni istəyirdi. Pini də 3 götürmək şərtindən pi r kvadratı. Bu da eləyəcək 6 tam %75. Yəni doğru cavabımız budur. Keçək sonuncu suala. Uyğunluğu müəyyən etməliyik. Deməli, a üstü x şəklində olarsa, əgər a 1-dən böyükdürsə, bu olacaq artan funksiya. Əgər a 0 ilə 1 aralığındadırsa, bu olacaq azalan funksiya. Həmçinin a üstü x, bir də ki, a üstü x nə tək, nə cüt funksiyadır. Eyni zamanda a üstü x üzərinə gəlsin, a üstü mənfi x cüt funksiyadır. İndi baxıram birincisinə, baxın. Bu nədir? Deməli, qüvvəti 3 üstü mənfi x-dir. Yəni, burada mənfi qiyməti. Deməli, yəni 0 ilə 1 arasındadır. Yəni, üstə 1-dir də, düzdürmü? Deməli, 0 ilə 1 arasında. Deməli, azalandır. Sonra ikincisi artandır. Çünki 1-dən böyükdə 3-dür. Yəni, A variantı buna aiddir. Sonuncu, baxın, bayaq dedik ki, belə olarsa cüt funksiyadır. Yəni, D-dir. Tək funksiya heç birinə aid deyil. Onda çıxdıq. Y də cüt aid. İndi baxaq niyə? Bizim koşu bərabərliyimiz vardı. Bərabərçiyim daha doğrusu. A üstü x üzərinə gəlsin. A üstü mənfi x böyük bərabərdir. 2 üstü A üstü x vuraq. A üstü mənfi x-dən. Yəni 2-dən. Deməli, 2-dən müsbət sonsuzluğa qədər qiymətlər alır və ən kiçik qiyməti də 2-dir. Deməli, 1b, 2a, 3-ə də dy. Bu şəkildə kodlaşdırılmalıydı. Belə. Deməli, bu da sualların izahı idi. Ümid edirəm ki, imtahanınız uğurlu keçmişdir.